Salam, hər vaxtınız xeyir olsun, əziz və hörmətli KVET mütəxəssisləri, dəyərli həmkarlar. 9001 standartının 5.3-cü maddəsi ilə bağlı keçən videoda fikirlərimi paylaşmışdım. Bu standart KVET idarəetmə standartının baza standartı olaraq bilinir. Hər kəsin bildiyi kimi təməl baza standartı olaraq tanınır. Bu standartı nümunə olaraq istifadə etmək istəyirdim. Bu videoda standartlaşma ilə bağlı tələblərin nədən ibarət olduğu, standart haqqında qanun və standartın tərkibi haqqında tələblər nələrdir Azərbaycanda, bunu paylaşmaq istəyirdim. Demək, standartlaşma haqqında qanunla bağlı Azərbaycanda qanunvericilik nə deyir, buna qısaca diqqətinizi cəlb etmək istəyirdim. Onu da etmək lazımdır ki, standartlaşma haqqında Azərbaycan Respublikasının qanunu 594-cü maddəsinə istinad edir. Bu qanunun 4.1-ci maddəsi standartlaşma haqqında standartlaşmanın məqsədini təsvir edir. Eyni zamanda 5.2-ci maddəsinə diqqətinizi çəkmək istəyirdim. Standartlaşma sahəsində sənədlərdə nəzərdə tutulan tələblər beynəlxalq standartlara uyğun olmalı, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmalı, standartlaşma obyektinin şərtlərini nəzərə almalı, Azərbaycan Respublikasının normativ hüquqi aktlarını tələblərini pozmamalıdır kimi ifadə var. Dolayısıyla standart hazırlandığı an bu qanunun tələblərini nəzərə almalıdır. Standartın tərkibi ilə bağlı Azərbaycan Respublikasının Azet 1.5 standartı var ki, standartın tərkibi ilə bağlı tələbləri var, struktur ilə bağlı tələbləri var. Dolayısıyla kontent hissəsi, yəni bu İngiliscədə, Azərbaycanca tərkib hissəsində nələr olmalıdır və biz nələrə diqqət etməliyik. Qısaca bununla bağlı məlumat paylaşacağım. Tətbiq sahəsi, normativ istinadlar, terminlər və tariflər, texniki tələblər, sınaq və yoxlama üsulları, qəbul qaydaları, markalama, qablaşdırma, daşınma və saxlanma ilə bağlı tələblər, təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələbləri, eləcə də əlavələr və biblioqrafiya hissəsi mövcud olmalıdır ki, bu standart olaraq hesab edilsin, standart olaraq qəbul edilsin. Bu mövzunun nədən çox vacib olduğunu düşünürəm və nədən bu videonu yazaraq paylaşmaq istədim. Qısaca onu demək istəyirəm ki, qarşıma çıxan bir neçə layihələrdə gördüyüm qüsurlar olmuşdur ki, hansını ki, sizə çatdırmaq istəyirəm və misal olaraq qeyd etmək istəyirəm ki, məsələn, tərkib hissəsi çox önəmlidir. Standartın tətbiq sahəsi harda istifadə olunur, ona diqqət etmək lazımdır. Bununla bağlı qarşıma çıxan layihələrdə, məsələn, dəniz üçün nəzərdə tutulan layihələndirmə layihəsi içərisində qeyd olunan standart, referans norma olaraq, məsələn, dənizdə müəyyən bir tikili aparacaq, həmin bu dənizdə müəyyən bir tikili aparılması üçün istinad edilən referansın içində yazılan tətbiq sahəsi dəniz üçün deyil, quruda tikintisi nəzərdə tutulan bir standartdır. Bu bir misal və yaxud başqa bir layihədə qarşıma çıxan layihələndirmə norması olaraq tikintisi nəzərdə tutulan layihənin içində layihəyə alınacaq materialların örnək olaraq, məsələn, layihə neft, qaz və yaxud enerji sektoru üçün nəzərdə tutulub, amma içində materiallarına olan tələb su və kanalizasiya üçündür. Dolayısıyla istinad edilən normalar hansı ərazidə, hansı sahəyə tətbiq olunacağı ilə bağlı hissəyə nəzər yetirmək lazımdır ki, bu da texniki təhlükəsizliyi təmin edir. Bugünə deyəcəyim bu qədər. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.